Salam hörmətli izləyicilər, xoş gördük sizləri Lal Ördəklər TV kanalında. Əziz izləyicilər, gördüyünüz kimi Lal ördəklərimiz çıxardıbdı. Deməli içində qaralar da var. Bax görürsünüz. Qırmızı da var. Ana durub yeməyə. Gəldi ana. İçində göydəklər də var. Ana aman verməyəcək çəkik. Burada yumurta var. Bax, tırnağı da elə bərdik. Deməli əziz izləyicilər, içində qaralar da var. Qaralar elə belə qara deyil. Yəni bax belə gördüyünüz kimi zil qaradılar. O şeydən zümrüt deyirlər də, zil qara başladı qara olanlardandılar. Ana aman verməyəcəkdir çəkməyə, qoy belə tutaq anadır. Deməli burada həm qırmızı da içində var, həm göydəklər də. Yəni əziz izləyicilər, bunlar satılır. Kim istəyir yaza bilər. Yəni bazarda qaralar, özdə başı ağ olan qaralar 4.50-dir. Ancaq yəni mən 4-dən verəcəm. Kim istəsə yaxın yerlərdə, yəni Gəncə şəhərindədir bu. Yaxın yerlərdən, yəni Samux, Daşkəsən, ondan sonra Şəmkir, Goranboy, Xanlar, bax bu yerlərdən gəlib ala bilərlər. Belə deyək. Göylərlə qırmızılar isə 6 manatdan olacaqdır. Yəni kim istəsə, yəni bazarda 8-ə qoymuşdular o gün. Yəni çox ucuz verirəm. Belə hamısını götürən olsa inşallah bu göylərlə qırmızılarda razılaşma da ola bilər. Yəni belə. Ancaq ciddi adamlar yazsınlar. Çünki mən belə deyim, videonu qoyuram, qoyandan sonra çoxları ördəklər satılandan sonra çoxları yazır. Hardadır, gələk götür, harda. Bir həftə 10 gün keçəndən sonra yazırlar. Yəni əziz izləyicilər, vaxtında əgər istəyirsinizsə, Quşlar TV-də rəy yeri açıqdır. Girin orada, bu videodan orada qoyacağım, yenisini çəkib. Girib orada belə deyim, baxıb şey eləyə bilərsiniz. Yəni kim istəyir yazıb, dəqiq istəyən, yoxsa elə belə mırtdaşan yox. Yazıb belə deyək, ala bilərsiniz. Belə. Görürsünüz necə gözəldilər. Ana burada o bizim yerində yatdı. O biraz yatsın, hələ ona kimi biz çəkilişimizi edək. Düzü ballara çoxu quruyublar. Yəni bax belə. Yəni məndə ağ rəngi olmadığından hamısı tünd rənglərdir. Ağ rəng biraz ağardır. Ona görə məndəkilər hamısı tünd rənglərdir. Belə. Bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videomuza like qoyun. Sağ olun, salamat qalın.